Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bayramlar ard-ardına olduğu üçün nə vaxtdır video çəkə bilmirəm. Bugün isə sizə milli mətbəximizdən çox hazırlanmayan, uşaq vaxtımızın yeməklərindən olan yarma aşı hazırlayacağım. Bu yeməyi bir neçə növdə hazırlayırlar. Mən isə bugün ətli yarma hazırlayacağım. Keçək hazırlığına. Deməli 3 stəkan yarma əvvəlcədən 1-2 saatlıq ilıq suda isladılır. Qazanımıza kərə yağı əlavə etdikdən sonra 300 qram mal ətini xırda-xırda doğrayıb yağda qovururuq. Ət sulandıktan sonra üzərinə duz əlavə edib biraz da qovururuq. Qovrulmuş ətləri qazandan götürüb həmin yağda birbaş soğanı qovururuq. Soğanın üzərinə bir çimdik duz əlavə edirik. Soğan qızardıqdan sonra qovrulmuş ətləri yenidən soğanın üzərinə əlavə edirik. Yarmamızı yaxşıca yuyub süzdükdən sonra qazanımıza əlavə edib, üzərinə duz, istiot, sarkök və 5 stakan qaynar su əlavə edib, vam odda bişməyə qoyuruq. Ara sıra da qarışdırmağı unutmuruq. Yarma tam suyunu çəkdikdən sonra yeməyə hazır vəziyyətdə olur. Üzərinə yemək vaxtı kərə yağı da əlavə etmək olar.
Əziz izləyicilər, bugün sizə çox dadlı və xeyirli olan yarma aşının hazırlanmasını göstərdim. Ümid edirəm ki, resept xoşunuza gəldi və siz də evdə hazırlayıb fikirlərinizi mənimlə bölüşərsiniz. Kanalıma abunə olub, bəyənməyi və yorum yazmağı unutmayın.